Salam. Bugün çox maraqlı bir tarixi məkana, qədim Atropatena dövlətinə səyahət edirik. Əlinizdəki mənbələr, qeydlər, məqalələr bizi Azərbaycanın erkən tarixində həqiqətən də mühüm rol oynamış bir əraziyə aparır. Adı bəzən Qazaka, bəzən də bilirsiniz, Midiya yağı kimi qədim ifadələrlə bağlıdır. Hətta bu Midiya yağı yəqin neftə işarədir, buna da toxunacağıq. Bəs missiyamız nədir? Bax, bu zəngin materialdan Atropatenanın necə yarandığını, kimlərin yaşadığını, gündəlik həyatlarını, iqtisadiyyatını və əlbəttə qonşuları ilə, o dövrün nəhəngləri ilə münasibətlərini anlamaqdır. Gəlin başlayaq. Bəli. Atropatena həqiqətən də region tarixində, necə deyim, dərin iz qoymuş bir dövlətdir. Təqdim etdiyiniz mənbələr də onun yaranmasını çox dəqiq şəkildə Makedoniyalı İskəndərin yürüşləri ilə, onun o böyük imperiyasının taleyi ilə bağlayır. Hər şey, deməli, İskəndərin Əhəməni imperiyasına son qoyması ilə başlayır. Fəth etdiyi ərazilərdə yeni idarə etmə qurur, yerli hakimlərdən canişinlər, yəni satraplar təyin edir. Buradan başlamaq çox məntiqlidir, həqiqətən. Deməli, hər şey o böyük İskəndərin fəthləri ilə başlayır. Amma Atropatena adı, bu ad necə yaranır? Mənbələrdə adı bu dövlətə verilən Atropat adlı birindən bəhs edilir. Onun rolu nə idi? Tamamilə doğrudur. Atropat bu hekayənin mərkəzindədir. Mənbələrinizdə də göstərildiyi kimi, o əslində Əhəməni dövründə Midiyanın satrapı idi, yəni valisi. İskəndər 3-cü Daranı məğlub edəndən sonra Atropat çox çevik davranır. İskəndərin hüzuruna gəlir, sədaqətini bildirir. Maraqlıdır ki, mənbələrdə əvvəlcə İskəndərin onu vəzifədən azad etdiyi yazılır. Amma sonra Atropat necəsə Makedoniyalılarla münasibətləri düzəldib mövqeyini yenidən bərpa edir. Deməli, lap əvvəldən bacarıqlı diplomat olub. Bəli, elədir. Əsl dönüş nöqtəsi isə İskəndərin ölümündən sonra baş verir. O nəhəng imperiya parçalanır, sərkərdələr arasında mübarizə başlayır, hər yerdə qarşıqlıq. Bax, bu xaotik vəziyyətdən Atropat çox məharətli istifadə edir. Qədim Yunan coğrafiyaşünası Strabon, sizin mənbələrdə də adı çəkilir, onun yazdıqları burada çox önəmlidir. Strabon qeyd edir ki, Midiya iki hissəyə bölündü. Cənubda Böyük Midiya, paytaxtı Ekbatandır, bir də şimalda Atropatın nəzarətindəki Kiçik Midiya, yəni Midiya Atropatenası. Atropat məhz bu şimal hissəsini müstəqil elan edir və öz adını verir. Çox maraqlıdır. Deməli, sadəcə fürsətdən istifadə etməyib, həm də aktiv şəkildə öz dövlətini qurub. Ancaq mənbələrdə deyilir ki, mövqeyini möhkəmləndirmək üçün başqa addımlar da atıb. Məsələn, evlilik diplomatiyası. Bu necə olub? Bu çox vacib məqamdır. Atropat təkcə siyasi, hərbi gücə arxalanmırdı. Mənbələrinizdə onun İskəndərin ən yaxın sərkərdələrindən biri Perdikkasın qızı ilə evləndiyi qeyd olunur. Perdikkasın qızı ilə? Bəli, bu o dövr üçün çox güclü bir addım idi. Bu evliliyi ona həm Makedoniya elitası ilə əlaqə yaratmaq imkanı verdi, həm də öz hakimiyyətinə, necə deyim, legitimlik qazandırdı. Eyni zamanda Strabon yazır ki, Atropat öz ölkəsinin tamamilə Makedoniya hakimiyyəti altına düşməsinə də imkan vermədi. Çox incə bir tarazlıq siyasəti yürüdürdü. Bir tərəfdən Makedoniya irsi ilə əlaqən, digər tərəfdən müstəqillik. Amma maraqlıdır, mənbələrdə həm bu evlilikdən, həm də Makedoniya hakimiyyətinə müqavimətdən danışılır. Bəs yerli əhali, Əhəməni dövründən qalanlar necə reaksiya verirdi? Makedoniyalılara qarşı müqavimət var idimi? Var idi. Və bu, Atropatın siyasətinin başqa bir tərəfini göstərir. Sizin mənbələrdə Böyük Midiyada, yəni Atropatenanın cənub qonşusunda Baryaks adlı birinin başçılığı ilə üsyan olduğu yazılır. Diqqət çəkən məqam nədir? Bu üsyanı yatıran və Baryaksı əsir alıb İskəndərin varislərinə təhvil verən məhz Atropat olur. Atropat özü? Bəli. Bu, ilk baxışda elə görünə bilər ki, o, Makedoniyalılarla əməkdaşlıq edir. Amma əslində, bu həm öz hakimiyyətini gücləndirmək, həm də potensial rəqibləri aradan qaldırmaq üçün atılmış bir addım idi. Çox şaxəli oyuncu olub. Aydındır. Deməli, Atropatena dövlətinin yaranması təkcə İskəndərin ölümündən sonraki boşluqla bağlı deyil. Həm də Atropatın özünün aktiv, düşünülmüş strategiyasının nəticəsidir. Yaxşı, bəs bu yeni qurulan dövlətin içərisinə baxaq. Əhalisi kimlər idi? Mənbələr bu haqda nə deyir?
Mənbələrinizdə qədim Yunan və Roma müəlliflərinə istinadən Atropatiananın etnik tərkibi barədə məlumatlar var. Müxtəlif tayfalar yaşayıb. Müqlər, maqlar. Bunlar zərdüştü kahinləri ilə bağlıdır. Kaspillər, Kadusillər, Mataylar və başqaları. Bu adlar göstərir ki, qədim dünyanın etnik mənzərəsi nə qədər mürəkkəb olub. Amma burada, sizin mənbələrdə xüsusi diqqət çəkən, hətta biraz mübahisəli sayıla biləcək bir iddia var. Maraqlıdır. Nədir o iddia? Mənbədə deyilir ki, bu tayfaların çoxu, xüsusilə Kadusillər, Kaspillər və s. türk soylu olub və artıq eramızdan əvvəl 4-cü əsrdə, yəni İskəndərin dövründə Azərbaycan ərazisində vahid türk xalqı formalaşmağa başlayıb. Türk soylu eramızdan əvvəl 4-cü əsrdə. Bəli, mənbədə belə bir iddia irəli sürülür. Bu, əlbəttə, regionun erkən etnik tarixi ilə bağlı çox ciddi bir iddiadır və mənbənin özünün interpretasiyasıdır. Bu, adətən qəbul edilən tarixşünaslıqdan fərqli bir baxışdır. Kaspilər, bu ad doğrudan da çox tanışdı. Xəzər dənizi, yəni Kaspi dənizinin adı məhz bu tayfa ilə bağlıdır deyilir. Maraqlıdır ki, sizin mənbəniz qeyd edir ki, Herodot da Kaspi deyəndə bəlkə təkcə bir tayfanı yox, dəniz sahilində yaşayan başqa tayfaları, o cümlədən Albanları da nəzərdə tuturdu. Elədir, adların, etnonimlərin zamanla necə dəyişdiyini göstərir bu. Kaspilər haqqında mənbəyiniz onları Atropatenanın qonşuları kimi təqdim edir, qədim dövrün önəmli xalqlarından sayır. Xüsusilə gəmiçilikdə bacarıqlı olduqları vurğulanır. Bu da Xəzər sahilində yaşamaları ilə bağlıdır təbii ki. Amma ən heyrətamiz detal məncə onların təsərrüfat bacarıqlarıdır. Balıqçılıqla məşğul olduqlarını qeyd etdik, amma mənbədə daha konkret məlumat var. Kaspilər təkcə balıq tutmurmuşlar. Balıq yağından məlhəm hazırlayırdılar. Balığın içalatından isə şəffaf yapışqan balıq içalatından. Bu, həqiqətən də gözlənilməz bir təfərrüatdır. Belə kiçik, gündəlik həyata aid detallar o dövrü canlandırmaq üçün çox dəyərlidir. Tarix sadəcə krallar və döyüşlər deyil. Tamamilə razıyam. Bu detallar quru faktları canlandırır. Ümumilikdə isə Atropatena əhalisinin əsas məşğuliyyəti təbii ki, əkinçilik və maldarlıq olub. Mənbələrdə buğda, arpa əkildiyi göstərilir. Ölkənin dağlıq relyefini nəzərə alsaq, maldarlığın, xüsusən atçılığın ki, bu hərbi güc üçün də vacib idi, qaramal saxlanmasının geniş yayılması məntiqlidir. Qoyunçuluq da öz növbəsində toxuculuğun inkişafına şərait yaradırdı. Bəs təbii sərvətlər? Mənbədə neft, duz, dəmir, mis, qızıl, gümüş kimi faydalı qazıntıların olduğu da deyilir. Başda dediyimiz o midya yağı da yəqin bu neftə işarədir. Bu qədər sərvət təkcə ticarət üçün deyil, həm də yerli sənətkarlığın inkişafına təkan verməli idi, elə deyilmi? Dəmir varsa silah, qızıl, gümüş varsa zərgərlik. Şübhəsiz, zəngin təbii sərvətlər, əlverişli coğrafi mövqe Atropatenanı həm daxildən gücləndirirdi, həm də qonşuların diqqətini cəlb edirdi və bu da bizi birbaşa Atropatenanın mürəkkəb xarici siyasətinə, üzləşdiyi hərbi toqquşmalara gətirir. Belə bir dövlət güclü qonşuların maraq dairəsində olmalı idi. Xüsusilə İskəndərin imperiyasının parçalanmasından sonra yaranan Selevkilər dövləti ilə münasibətlər gərgin idi. Mənbənizdə də var, eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiok Atropatenaya yürüş edib onu asılı vəziyyətə salır. Deməli, müstəqilliyi elan etsələr də, erkən dövrlərdə Selevkilərin təzyiqi altında qalıblar, amma bu aslılıq daimi olmadı yəqin, tarixdə güclər nisbəti tez-tez dəyişir. Çox doğru müşahidədir. Tarixin gedişatı Atropatenanın xeyrinə dəyişdi. Eramızdan əvvəl 190-cı il Magneziya döyüşü. Bu, həlledici oldu. Bu döyüşdə Selevkilər yeni bir qüvvə, Roma Respublikası tərəfindən darmadağın edildi. Selevkilərin bu ağır məğlubiyyəti Atropatenaya tam müstəqilliyini bərpa etmək üçün fürsət verdi. Amma nə? Problem həll olunmadı. Problem həll olunmadı, sadəcə dəyişdi. Bir nəhəng güc zəifləyərkən səhnəyə iki yeni daha qüdrətli oyunçu çıxdı. Qərbdən Roma, şərqdən isə güclənən Parfiya. Artıq eraya da 2-ci əsrdən Atropatena bu iki nəhəng arasında qalan bir bufer dövlətə çevrildi. Parfiya məhz Selevkilərin zəifləməsi hesabına genişlənirdi. Eraya da 1-ci əsrdə isə
Romanın şərqə ekspansiyası daha aqressiv oldu. Məşhur Roma sərkərdələri Lukul, Pompey, onların şərqə yürüşləri başladı. Mənbələrinizdə qeyd olunduğu kimi bu yürüşlər zamanı Atropatena çox çətin vəziyyətdə qaldı. Gah Roma ilə, gah Parfiya ilə ittifaqa girməyə məcbur olurdu. Bəzən Romadan formal asılılığı qəbul etsə də, ölkəni yenə yerli hökmdarlar idarə edirdi. Yəni çox gərgin diplomatik oyunlar gedirdi. Daimi bir balanslaşdırma siyasəti, Selevkilər getdi, Roma və Parfiya gəldi. Bəs bu böyük güclərlə ən gərgin, ən dramatik toqquşma hansı olub? Mənbələrdə Mark Antoni ilə bağlı bir hadisə xüsusi vurğulanır deyəsən, eradan əvvəl 36-cı il. Bu, sadəcə sərhəd toqquşması deyildi, hə? Qətiyyən, bu, Atropatena tarixində, hətta Roma tarixində də çox əhəmiyyətli bir hərbi kampaniyadır. Eradan əvvəl 36-cı il Mark Antoni, Romanın o vaxtki triumvirlərindən biri, Parfiyaya qarşı böyük bir yürüşə başlayır. Məqsədi, Parfiyanı tam məğlub edib, Romanın şərqdəki mövqələrini gücləndirmək idi. Lakin o, Parfiyaya hücum üçün birbaşa Mesopotamiya yolunu yox, daha şimaldan, dağlıq ərazidən, yəni Atropatena ərazisindən keçən yolu seçir. Və bu, stratejik bir səhv idi. Antoni Atropatenanın mühüm şəhərlərindən biri Fraspaya hücum edir, mühasirəyə alır. Fraspa, bura paytaxt idi, yoxsa başqa önəmli şəhər? Ehtimal ki, hökmdarların yay iqamətgahı və güclü qala idi. Burada yenə Strabonun məlumatları çox qiymətlidir. Sizin mənbələrdə də bu rəqəmlər var. Strabon yazır ki, Atropatena döyüşə 10.000 süvari və 40.000 piyada çıxara bilirdi. 10.000 süvari, 40.000 piyada, o dövr üçün inanılmaz rəqəmlərdir. Bəli, çox böyük və güclü ordu deməkdir. Xüsusən süvari qüvvələrinin sayı diqqətə layiqdir. Antoni güclü müqavimətlə qarşılaşmalıydı. Hətta mənbədə Roma ilə Parfiya arasındakı müharibədə hər döyüşdə 20.000-dən çox Roma əskərinin öldüyü də qeyd edilir. Yəni, münaqişə çox qanlı idi. Antoni kimi təcrübəli sərkərdə böyük Roma ordusu ilə gəlir, Fraspanı mühasirəyə alır. Qarşısında da güclü Atropatena ordusu. Nəticə necə olur? Roma legionları şəhərə ala bilirmi? Xeyr, ala bilmir. Antoni üçün bu kampaniya tam bir fəlakətlə bitir. Frasaspa çox möhkəm qala divarlarına malik idi. Qarnizon cəsarətlə müdafiə olunurdu. Atropatena qoşunları təkcə müdafiədə qalmır. Parfiya süvariləri ilə birləşib Romanın təchizat yollarına hücum edirlər. Mühasirədəkilərə arxadan zərbələr endirirlər. Antoni ağır etkilər verir. Mənbələrdə bu rəqəm 20.000-dən çox, bəzən hətta 35.000-ə qədər göstərilir. Mühasirəni yarıda qoyub, çox çətin şəraitdə, qış yaxınlaşanda geri çəkilməyə məcbur olur. İnanılmazdır. Deməli, Atropatena təkcə Parfiya ilə ittifaqda yox, həm də öz gücü hesabına Romanın ən məşhur sərkərdələrindən birini məğlub edə bilib. Bu, həqiqətən də onların hərbi qüdrətini göstərir. Bir anlıq düşünək, kiçik, dağlıq bir ölkə, dünyanın o vaxtki super gücünə qarşı belə bir qələbə qazanır. Görəsən bunun sirri nədə idi? Hərbi taktikalar, yerli şəraiti bilmək, düzgün ittifaqlar. Bəs bu döyüşkən mübariz dövlətin mədəni həyatı, döyüşlərdən kənarda həyat necə idi? Şəhərlər, məbədlər. Müharibələr və siyasət qədər olmasa da, mədəniyyət sahəsində də mənbələrinizdə maraqlı məlumatlar var. Qədim müəlliflər, yenə Strabon, Plutarx, Ptolemey kimi coğrafiyaşünaslar Atropatena şəhərləri haqqında məlumat veriblər. Paytaxtın Qazaka olduğu dəqiq bilinir. Bu şəhər təkcə inzibati yox, həm də mühüm dini mərkəzidir. Fraspa, Fananespa, Agnazana kimi başqa şəhər adları da çəkilir. Arxeoloji qazıntılar da bu yazılı məlumatları təsdiqləyir. Atropatena ərazisində, xüsusən Urmiya gölü hövzəsində, Araz vadisində zəngin maddi mədəniyyət abidələri, şəhər xarabalıqları var. Bu tapıntılar bizə şəhər salma, sənətkarlıq, məişət haqqında daha aydın təsəvvür yaradır. Şəhərlər harda salınırdı əsasən? Mənbələrdə deyilir ki, əsasən ticarət yollarının kəsişməsində və ya yaxınlığında, bəzən də böyük məbədlərin ətrafında. Bu da onların həm iqtisadi, həm də dini həyatdakı rolunu göstərir. Şəhər əhalisi əsasən sənətkarlıqla, dulusçuluq, metal işləmə, zərgərlik, toxuculuq və ticarətlə məşğul olurdu. Kənarda yaşayanlar isə daha çox əkinçilik, maldarlıqla. Bəs şəhərlərin görünüşü?
Memarlığı necə idi? Məsələn, Frahespay kimi möhkəm müdafiə olunan bir şəhərin memarlığı yəqin ki, xüsusi olub. Hansı materiallardan tikirdilər? Bəli, memarlıq haqqında da təsəvvür yaratmaq olur. Şəhərlər, xüsusən Frasuspa kimi strateji yerlər, adətən güclü qava divarları ilə əhatə olunurdu. Təhlükəsizlik məsələsi vacib idi. İçəridə isə ictimai binalar, saraylar, məbədlər və yaşayış evləri tikilirdi. Mənbələrinizdə tikintidə əsasən yerli materiallardan, çiy və bişmiş kərpiçdən, daş təməllərdən, ağac sütunlardan istifadə edildiyi qeyd olunur. Xüsusilə ictimai binalarda böyük daşaltlıqlar üzərində ağac sütunlardan istifadə olunması maraqlıdır. Dam örtüyü kimi isə əsasən yastı və ya tağvarı konstruksiyalar və sizin mənbənizdə kiremit adlandırılan, yəni bişirilmiş gil lövhələrdən istifadə edilirdi. Kiremit sözü qədim mənbədə. Bu çox maraqlıdır. Demək olar ki, müasir dilimizdəki kimidir. Dilimizin kökləri necə də dərindir. Bəs xarici təsirlər? Xüsusilə İskəndərdən sonra yayılan Yunan, yəni Ellin mədəniyyətinin təsiri hiss olunurdumu? Atropatena təcrid olunmuş bir mədəniyyət deyildi. Memarları, sənətkarları qonşu ölkələrin, xüsusən o dövrün dominant mədəniyyəti olan Ellin dünyasının nailiyyətləri ilə tanış idilər. Bu təsir həm tikinti texnikalarında, həm də memarlıq elementlərində, məsələn, sütun başlıqlarında, dekorlarda özünü göstərə bilərdi. Sizin mənbələrinizdə buna çox konkret bir sübut da var. Nədir o sübut? Kərifto adlı yerdə, indiki Cənubi Azərbaycanda, Marağa yaxınlığında qayada oyulmuş çox möhtəşəm bir memarlıq kompleksi tapılıb. Bu kompleksin giriş hissəsinin üstündə, birbaşa qaya üzərində, Yunan dilində, qədim Yunan qəhrəmanı Herakla həsr olunmuş bir yazı var. Herakla həsr olunmuş Yunan yazısı. Qayada. Bəli. Bu Ellin mədəniyyətinin və dilinin Atropatenanın hətta daxili bölgələrinə qədər nüfuz etməsinin çox parlaq bir göstəricisidir. Bu, həqiqətən də Atropatenanın mədəni kimliyinin nə qədər çox qatlı olduğunu göstərir. Yerli ənənələr Ellin təsirləri ilə qarışırdı. Bu mədəni qarışıqlıq yəqin ki, dini inanclara da təsir edib. Bəs Atropatenanın əsas dini nə idi? Mənbələrdə zərdüştlükdən geniş bəhs edilir. Tamamilə doğrudur. Zərdüştlük Atropatenanın əsas, hətta demək olar ki, rəsmi dövlət dini idi. Əsasları müqəddəs kitab Avestada əks olunub. Zərdüştlüyün mərkəzində dünyada iki əzəli başlanğıc, xeyir, yəni Ahura Mazda və şər, yəni Angramayinyo arasında gedən daimi mübarizə dayanır. İnsanlar da öz əməlləri ilə bu mübarizədə tərəf tuturlar. Ən səziyyəvi cəhətlərindən biri də oda münasibətdir. Od müqəddəs sayılırdı, saflıq rəmzi idi. Ona görə də zərdüştlülər xüsusi məbədlərdə, atəşgahlarda müqəddəs odu daima yanar saxlayırdılar, sönməyə qoymurdular. Bu məbədlərin kahinləri kimlər idi? Kahinləri maqlar adlanırdı. Onlar cəmiyyətdə çox böyük nüfuza malik idilər. Təkcə dini ayinləri icra etmir, həm də təqvim, astronomiya, təbabət kimi elmlərlə məşğul olur, hökümdarlara məsləhət verirdilər. Atropatenanın paytaxtı Qazaka təkcə inzibati mərkəz deyildi, həm də bütün zərdüştülük dünyası üçün çox mühüm bir dini mərkəz idi. Ən böyük atəşgahlardan birinin məhz Qazakada yerləşdiyi güman edilir. Bu məbədin əhəmiyyəti o qədər böyük idi ki, sonrakı yüzilliklərdə Sasanilər imperiyası dövründə də öz statusunu qoruyub saxlamışdı. Sizin mənbənizdə hətta Sasani şahlarının tac qoyma mərasiminin və Novruz bayramının məhz bu məbəddə keçirildiyi qeyd olunur. Çox təşəkkür edirəm. Bugün sizinlə paylaşdığınız mənbələr əsasında apardığımız bu təhlil Atropatenanın tarixinin nə qədər zəngin, dinamik, çox şaxəli olduğunu göstərdi. İskəndərin imperiyasının xarabalıqları üzərində Atropat kimi bacarıqlı bir liderin iradəsi ilə qurulan bu dövlət, mənbələrdəki o qədim türk tayfaları iddiası kimi maraqlı etnik məqamları olan özünə məxsus əhaliyə malik idi. İnkişaf etmiş təsərrüfatı, zəngin sərvətləri vardı və ən əsası Silevkilər, Parfiya, Roma kimi nəhənglərlə üz-üzə gələrək öz müstəqilliyini qorumaq üçün əsrlər boyu mübarizə aparmış, hətta Mark Antoninin timsalında qüdrətli Romaya, necə deyərlər, unudulmaz bir dərs vermişdi. Eyni zamanda Atropatena sadəcə hərbi gücdən ibarət değildi. Bugün danışdıqlarımız göstərdi ki, onun zəngin şəhər mədəniyyəti,
Yerli memarlıqla elin təsirlərini sintez edən bir sənəti və zərdüştülük kimi qədim, dərin fəlsəfi kökləri olan bir dini olub. Qazaka kimi şəhərlər təkcə siyasi qərarların verildiyi yerlər değildi, həm də regionun əsas dini və mədəni mərkəzlərindən idi. Bütün bunlar Atropatenanın Azərbaycan və ümumilikdə region tarixində nə qədər fundamental rol oynadığını sübut edir. Bu təhlili yekunlaşdırarkən sizlər üçün, əziz dinləyicilər, düşünməyə dəyər bir sual ortaya çıxır. Mənbələrdəki iddiaları da nəzərə alsaq, Atropatenanın o müxtəlif tayfaları bəlkə də iddia edildiyi kimi, erkən türk elementləri də daxil vahid bir siyasi, mədəni kimlik ətrafında birləşdirmə cəhdinin və Roma, Parfiya kimi super güclərə qarşı bu qədər uzun müddət müqavimət göstərə bilməsinin əsas sirləri nədə idi? Bu qədim dövlətin siyasi, mədəni, bəlkə də etnik mirası regionun sonraki tarixində, məsələn, Sasanilər dövründə, daha sonralar necə bir iz buraxmış ola bilər? Bugün əldə etdiyimiz məlumatlar işığında bu suallar üzərində düşünmək, Atropatenanın hekayəsini daha da dərindən anlamaq üçün çox maraqlı bir yol aça bilər.